Astara rayonunda suda boğulma təhlükəsi ilə aşkarlanan uşaq rayon xəstəxanasına çatdırılıb. Doğru Xəbər Azərbaycan xəbər verir ki, 2024-cü il təvəllüdlü uşağı axtaran yaxınları onu su hovuzunda huşsuz vəziyyətdə tapıblar. Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunan azyaşlının vəziyyəti ağır qiymətləndirilir. Əlavə məlumat veriləcək. Qaxda 3 gün əvvəl qəzada ağır xəsarət alan sürücü xəstəxanada ölüb. Qafqaz İnfonun məlumatına görə iyunun 8-i Qax rayonunun Güllü kənd ərazisində VAZ 2106 markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə Hyundai, daha sonra isə Honda markalı avtomobilə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan VAZ 2106-nın sürücüsü 44 yaşlı Eşqin İsmailov bugün müalicə aldığı Qax rayon xəstəxanasında dünyasını dəyişib.